Ay qardaş, mən artıq bilmirəm sizə hansı dil dediyim ki, gedib belə şeylər eləməyəsiz. Xarici ölkələrdə yaşayanlar, baxımı özü evdə etmək məcburiyyətində olanlar, rayonlarımızda yaşayanlar. Mən artıq yoruldum deməkdən ki, başınızda protez saç ola-ola bərbərə getməyin. Baxın, bu qardaş rayonda yaşayır. 2 il bundan öncə protez saç tətbiq etmişdi. Bu da həmin görüntülərdir. O vaxt qardaşa başa salmışdım ki, sənə evdə baxımı öyrədəcəm, özün evdə rahatlıqla edəcəksən. Çünki mən sənə hər dəfə Bakıya gəlib getməyi rəva bilmirəm demişdim. Qardaş bir neçə ay ona riayət etsə də, sonra bərbəri narahat olma, mən bilirəm, belə başında gəl, mən özüm düzəldəcəm deyib. Eqoizm anlayışı ilə bərbər saçını necə pis günə qoyubsa, adam yenisini almağa maddiyyatı olmadığına görə il yarımdır bu vəziyyətdə gəzir. Qardaşı təsadüfən görən hər bir insan səhnənin arxasında nə baş verdiyini görmədiyinə görə deyəcək ki, təriflədikləri protez budur da. Baxın, mənim də saçım protezli, qardaşın saçı da. Hal-hazırda bu videonu izləyən dəyərli insan, sizin də fikirləriniz maraqlıdır. Sizcə belə bir işin adı nə ola bilər? Qardaş deyir, inanırsan, bərbər saçımı pis günə qoyandan sonra insanlar içinə çıxmağa utanırdım. 2 il öncə çox tərəddüd edirdim ki, birdən kənardan baxanda bilinər deyə. Amma bütün tərəddüdləri kənara qoyub tətbiq elətdirdim. Adamın özünə ləzzət eləyirdi. Səni tanımayan heç kim başında öz saçının olmadığını bilmirdi. Ta ki bərbərə gedib saçımı pis günə qoydurana qədər. Mənim bütün özünə hörmət qoyan bərbərlərə hörmətim var. Çox xahiş edirəm. Mən kiminsə adını çəkib onu nüfuzdan salmaq istəmirəm. Bilmədiyiniz, görmədiyiniz, anlayışınız olmayan işi eləməyin. Kimsə 5 manat qazanacaq deyə cəmaatı bu günə salmağa haqqı yoxdur. Yenə mən 2 il əvvəlki saçlarıma qayıtdım. İnsan səhvlərindən öyrənir. Bir daha protez saçla bərbərə getməyəcəm dedi.